Sözdələn, sözdən səs gəlir. Sözdələnən layihənin veb saytından və Coffeeal platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm. Bugün qumar mövzusu çoxlarına sadəcə əyləncə kimi görünür. Amma hər kəs üçün belə deyil. Bəzi insanlar üçün oyunlar zamanla nəzarətdən çıxaraq ciddi bir problemə çevrilir. Elm isə göstərir ki, qumarın təsiri təkcə davranışlarda deyil, beyində də öz izini buraxır. Sözdələnin bu buraxılışında qumar asıllığının necə formalaşdığını və beyinə necə təsir etdiyini sənə danışıram. Buraxılışda səslənəcək mətnin müəllifi elm yazarı Mary Bates'dir. Qumar. İstər lotereya, kazino oyunları, bingo, slot aparatı, internet poker, istərsə də idman mərcləri. Bugün heç vaxt olmadığı qədər əlçatan və cəmiyyət tərəfindən qəbul ediləndi. Amma bir qrup üçün bu ciddi bir problemə çevrilir. Son illərdə alimlər və psixi sağlamlıq mütəxəssisləri qumar asıllığını davranış asıllığı kimi təsnif etməyə qərar veriblər. Bu öz növündə ilk nümunədir və onun maddə istifadəsi asıllıqları ilə eyni kateqoriyaya daxil edir. Bu qərarın əsas səbəbi neyroelmi tədqiqatlardan qaynaqlanır. Həmin tədqiqatlar göstərib ki, qumar asıllığı olan insanlarda həm davranış, həm də beyin fəaliyyətində narkotik və alkoqol asıllığı olanlarla oxşar dəyişikliklər baş verir. Qumar pozuntusu ciddi şəxsi nəticələrə baxmayaraq qumar oynamaq istəyini idarə edə bilməməkdir. Problemli qumar şəxsin münasibətlərinə, maliyyə vəziyyətinə, həm fiziki, həm də psixi sağlamlığına mənfi təsir göstərə bilər. Bununla belə bu vəziyyətin asıllıq kimi tanınması yalnız son 10 illiklərdə baş verib. ABŞ Psixiatrlar Assosiasiyasının diaqnostik və statistik təlimatının 3-cü buraxılışında bu hal patoloji qumar adlandırılıb və impuls nəzarət pozuntuları kateqoriyasına daxil edilib. 2013-cü ildə isə bu termin qumar pozuntusu adlandırılıb və maddə istifadəsi və asıllıq pozuntuları bölməsinə keçirilib, yəni alkoqol və narkotik asıllıqları ilə eyni qrupa. Bu dəyişiklik qumar və digər asıllıqlar arasında ümumi mexanizmlərin mövcudluğuna dair yeni elmi anlayışı əks etdirir. Neyroelm və psixologiya sahəsində artan sayda tədqiqatlar göstərir ki, problemli qumar narkotik asıllığına çox bənzəyir. Qumar pozuntusunun diaqnostik meyarlarının çoxu narkotik asıllığının meyarları ilə oxşardır. Məsələn, tolerantlıq, çəkilmə simptomları, azaldıb dayandırmaq cəhdlərinin uğursuzluğu və şəxsi həyatın pozulması. Problemli qumarçılar həmçinin yüksək emosional vəziyyət, istək və meyl kimi hallar yaşadıqlarını bildirirlər. Chicago Universitetindən asıllıq üzrə tədqiqatçı John Grant deyir: İnsanlar bir müddət sonra qumardan aldıqları həyəcan hissinə öyrəşirlər və daha böyük mərclərə, daha riskli oyunlara meyl göstərirlər. Dayanmağa çalışdıqda isə yuxusuzluq, əsəb, narahatlıq kimi simptomlarla qarşılaşırlar. Bu, bəzi maddə asıllığı hallarında gördüyümüz vəziyyətə çox bənzəyir. Problemli qumar çox vaxt ailələrdə digər asıllıqlarla yanaşı müşahidə olunur. Connecticut Universitetindən Nancy Petri qeyd edir: Əgər ailənizdə alkoqol asıllığı olanlar varsa, sizin də qumar asıllığı riski artmış olur. Onun sözlərinə görə bəzi insanlarda asıllığa meyilliyi artıran genetik və ya beyinlə bağlı fərqlər ola bilər. Araşdırmalar göstərib ki, problemli qumarçılar və narkotik asıllıları impulsivlik və mükafat axtarışı davranışlarına genetik meyillər baxımından çox oxşardılar. Qumar pozuntusunun digər asıllıqlarla eyni kateqoriyada yer almasını dəstəkləyən sübutların böyük hissəsi beyin görüntüləmə və neyrokimyəvi testlərdən gəlir. Bu tədqiqatlar göstərib ki, həm qumar, həm də narkotiklər beyində eyni mükafat sisteminə təsir edir və asılı şəxslərin beyni bu stimullara oxşar şəkildə cavab verir. Britaniya Kolumbiyası Universitetindən psixoloq Luke Clark bildirir: Çoxsaylı tədqiqatlarda eyni beyin sahələri, ventral striatum və prefrontal korteks təkrar ortaya çıxır. Ventral striatum beynin dərin qatında yerləşir və mükafat mərkəzi kimi tanınır. Bu bölgə həm mükafat emalı, həm də maddə asıllığı ilə bağlıdır. Qumar asıllığı olan insanlar qumarla bağlı videolara baxdıqda və ya simulyasiya edilmiş oyunlarda iştirak etdikdə, onların beyinlərində müəyyən sahələrdə qan axınının dəyişməsi müşahidə olunur. Bu da həmin sahələrin aktivliyini göstərir. Bir tədqiqatda həm problemli qumarçılar, həm də kokain asılları funksional MRT skanerində öz asıllıqları ilə bağlı videolara baxarkən müşahidə edilib ki, hər iki qrupda ventral striatum aktivliyi sağlam insanlara nisbətən zəifdir. Problemli qumarçılarda həm də pul mükafatının gözləntisi zamanı bu bölgədə az aktivlik qeydə alınıb. Yale Tibb Mərkəzindən psixiatr Mark Potenza izah edir:
Bu nəticələr göstərir ki, siqaret çəkən yeniyetmə və alkoqol asılılığı olanlarda da eyni şəkildə ventral striatum aktivliyi az olur. Bu azalmış aktivlik bəzən mükafat çatışmazlığı modeli ilə izah olunur. Bu modelə görə asılılığa meylli şəxslərin beyinlərində mükafat sistemi az aktivdir və onlar bu çatışmazlığı kompensasiya etmək üçün yüksək stimullaşdırıcı fəaliyyətlərə, məsələn, narkotik və ya qumara yönəlirlər. Digər mühüm beyin sahəsi prefrontal korteksdir. Bu bölgə qərar vermə, impuls nəzarəti və idrak tənzimi proseslərinə cavabdehdir. Araşdırmalar göstərib ki, həm problemli qumarçılar, həm də narkotik asılları qumarla bağlı vizual və emosional stimullara cavab olaraq bu sahədə az aktivlik göstərirlər. Potenza əlavə edir. Prefrontal korteksin rolu insanın dərhal kiçik bir mükafatla gələcəkdə böyük bir mükafat arasında seçim etməsidir. Görünür ki, qumar problemi olan şəxslərdə bu bölgənin funksiyası fərqlidir. Bir çox tədqiqat göstərib ki, qumar pozuntusu olan insanlar digər insanlara nisbətən daha impulsivdirlər. Prefrontal korteksdə az aktivlik bu impulsların idarə olunmasını çətinləşdirə bilər. John Grant deyir, buradan çıxan əsas nəticə odur ki, qumar asılılığı olan insanlarda bir neçə növ məlumat emalı problemi mövcuddur. Onlar risk və mükafatı, həmçinin qısa müddətli və uzun müddətli nəticələri səhv dəyərləndirirlər. Bütün bu araşdırmalara baxmayaraq, qumarın beyni dəyişdirib-dəyişdirmədiyi hələ də dəqiq bilinmir. Grant deyir, əgər 20 ildir qumar oynayan bir insanın beyninə baxsaq, fərqlilikləri görürük. Amma bunun səbəbmi, nəticəm olduğu bəlli deyil. İnsanlar bəlkə də doğuşdan fərqli beyin quruluşuna malikdirlər və bu onları qumara meyilli edir. Və ya əksinə, uzun müddətli qumar fəaliyyəti beynin quruluşunda dəyişikliklərə səbəb ola bilər. Bəlkə də hər iki amil birlikdə rol oynayır. Luke Clark qeyd edir, biz çox vaxt asıllığın son mərhələsində olan insanlara öyrənirik. Halbuki bizə uzun müddətli tədqiqatlar lazımdır. Xüsusilə də hələ problem səviyyəsinə çatmamış, amma tez-tez qumar oynayan şəxslər üzərində. Onları izləməliyik ki, kimlər riskli davranışlara keçir, kimlər yox. Belə tədqiqatlar qumar və maddə asılılığı riskinin kimlərdə daha yüksək olduğunu müəyyən etməyə kömək edəcək. Clark əlavə edir. Biz anlamalıyıq ki, kimlər qumarı idarə edə bilir, kimlərsə zamanla nəzarət itirir. Asıllıq tədqiqatçıları ümid edirlər ki, bu mövzunun neyroelmi dərinliklərinin tam anlaşılması fərdi fərqləri daha yaxşı müəyyən etməyə və fərdiləşdirilmiş müalicə üsullarının hazırlanmasına imkan verəcək. Grant deyir, neyroelm bizə problemli qumarçının neçə fərqli tipi olduğunu və onlara hansı müalicə üsullarının daha uyğun gələcəyini göstərə bilər. Əvvəllər asıllıq yalnız kimyəvi maddələrə bağlılıq kimi qəbul edilirdisə, indi bu ciddi nəticələrə baxmayaraq, mükafat gətirən bir təcrübəni təkrarən axtarma davranışı kimi dəyərləndirilir. Bu mükafat bəzən bir dərmanın təsiri, bəzən isə mərci udma həyəcanı ola bilər. Çünki davranışlar da asıllıqlar yarada bilir. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb-saytından və Ko-fi platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.